Yeşaya 48-ci fəsil. İsrailin inadkarlığı. Ey Yaqub nəsli! İsrail adı ilə çağrılan, Yahudanın belindən gələn, Rəbbin adı ilə and içən, İsrail Allahının adını etiraf eləyən, fəqət buna həqiqətlə və salihliklə əməl eləməyən nəsil, buna qulaq as. Müqəddəs şəhərdən olduğunuza görə, İsrail Allahına bel bağladığınıza görə fəxr eləyirsiniz. Onun adı ordular Rəbbidir. Olub keçənləri əvvəldən mən bəyan elədim. Bu sözlər ağzımdan çıxdı və onları mən bildirdim. Sonra qəflətən bunları həyata keçirdim və onlar yerinə yetdi. Bilirdim inadkar olduğunuzu. Dəmir boyunlusuz, tunc alınlısız. Bunları sizə qədimdən bəri bildirdim. Baş verməmişdən əvvəl sizə xəbər verdim ki, siz bunu bütüm elədi, oyma və tökmə bütlər, bunları əmr elədilər deməyəsiz. Bunu eşitdiniz, indi isə hamısına nəzər salın. Bəs bunu qəbul eləməyəcəksiniz? İndi isə mən sizə yeni şeyləri, bilmədiyiniz gizli şeyləri bildirəcəyəm. Bunlar indi yaradılır, keçmişdə yox. Siz bunu bugünə qədər bilmədiniz. Ona görə bunu bilirdik deyə bilməzsiz. Siz bu barədə nə eşitmişsiniz, nə də xəbəriniz olub. Keçmişdən bəri qulaqlarınız bağlıdır. Nə qədər xain olduğunuzu bilirəm. Ana bətnindən belə sizin üsyankar çağrılacağınızdan xəbərdaram. Adım naminə qəzəbimi saxlayırdım. Şöhrətim naminə qeyzimin qabağını alırdım ki, sizi məhv eləməyim. Budur, mən sizi gümüş kimi olmasa da təmizlədim. Sizi istirab ocağında çəkdim. Öz xatirimə bunu eləyirəm. Axı, niyə mənim adım küfrlə çəkilsin? Mən öz izzətimi heç kimə vermərəm. Rəbb İsraili satın alır. Qulaq as mənə, ey Yaqub nəsli. Çağırdığım İsrail. Mən oyam, mən birinciyəm, mən sonuncuyam. Mənim əlim yerin təməlini qoydu. Sağ əlim göyləri sərdi. Mən onları çağıranda onlar birlikdə düzülür. Hamınız toplaşın, dinləyin. Bütlərdən hansıdır bu şeyləri bəyan eləyən? Rəbbin sevdiyi adam Babildə onun məqsədini yerinə yetirəcək. Onun əli xaldeylilərə qarşı qalxacaq. Mən dedim. Onu mən çağırdım. Onu gətirdim. O öz yolunda uğurlu olacaq. Mənə yaxın gəlin. Bunu dinləyin. Başlanğıcdan bəri mən açıq danışdım. O vaxtdan indiyədək ordayam. Xudavənd Rəbb indi məni və ruhunu göndərdi. Səni satın alan Rəbb İsrailin müqəddəsi belə deyir. Allahın Rəbb mənəm. Mən sənin xeyrinə səni öyrədirəm. Getdiyin lazım olan yolla səni aparıram. Kəş ki, sən mənim əmrlərimə diqqət yetirəydin. Onda əminamanlığın heç vaxt qurumayan çay kimi axardı. Salihliyin dəniz dalğaları kimi olardı. Nəslin dəniz qumu kimi, övladların qum dənələri kimi olardı. Adları qarşımda nə pozulardı, nə də silinərdi. Babildən çıxın, xaldeylilərin torpağından qaçın. Sevinç səsi ilə bəyan eləyin, bunu bildirin. Dünyanın ən uzaq yerlərinə bu xəbəri çatdırın. Deyin, Rəbb qulu Yaqub nəslini satın aldı. Səhradan keçərkən susuzluq çəkmədilər. Rəbb onlar üçün qayadan su axıtdı. Qayanı yardı və oradan su fışqırdı. Pislərə isə sülh yoxdur, Rəbb deyir.